Azərbaycan ordusunda və digər güc strukturlarında keçmiş Sovet dönəmindən qalmış çoxlu silah, sursat və atıcı vasitələr vardır və bunlar uzun müddət, istismar müddətində öz ömürlərini başa vurmuşlar. Bu müəssisədə yaradılmış bir istehsal sahəsi bilavasitə bu xarakterli silahların təmin edilməsi və yenidən istismara qaytarılması ilə məşğuldur. Məqsədimiz bu sahədə olan bütün tələbləri ödəmək. Müəssisədə Dövlət Müdafiə Sifarişi proqramımızda görülən işlərin həcmi 10 dəfədən çox artmışdır. NATO silahlarının demək ki, bizim silahlı qüvvələrdə tətbiq ilə əlaqədar olaraq bizi gələcəkdə bu sahədə baş vurmağa məcbur edir. Yəni biz gələcəkdə yeni silah növlərinin, yeni istehsalın yaradılması, yeni silah növlərinin yaradılması və təmiri ilə əlaqədar olaraq bu sahədə demək, perspektiv planlarımız və bunların həyata keçirilməsi üçün müəyyən layihə işləri aparır. Bizim ordumuzda eləcə də digər deməli güc strukturlarında Sovet İttifaqı vaxtından qalmış çoxlu sayda deməli hərbi texnika var. Ancaq həmin hərbi texnikalar bugünün tələblərinə cavab verir. Bu baxımdan da həmin hərbi texnikaların modelləşdirilməsinə böyük ehtiyac var. Artıq biz bu işlərə başlamışıq. Əsasən, deməli, həmin maşınların deməli, texniki parametrin artırılması istiqamətində, onun deməli, silahlanması imkanlarının artırılması istiqamətində, taktiki imkanların artırılması istiqamətində, yanacaq sərfinin azadılması istiqamətində, eləcə də kabinada yay vaxtı soyutma sisteminin quraşdırılması və qış vaxtı onun isidilməsi, gecə görmə nişangahlarının qoyulması və s. parametrin artırılması istiqamətində mühüm işlər görülmüş, o işlər bu gün də davam etdirilir. Azərbaycanın müdafiə sənayesinin mühəndisləri tərəfindən modernizasiya olunan bu zirehli transportörün əcdadı keçmiş ZTR-70'lərdir. Hal-hazırda bu zirehli texnikanın döyüş qabiliyyəti xeyli artırılıb və imkanları genişləndirilib. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində artıq zirehli hərbi texnikaların ehtiyat sillərində istehsalına başlanılıb. Yaradılan xüsusi sex ən müasir avadanlıqlarla akkumulyator istehsalını həyata keçirir. Burada ildə 60 min ədəd avtonəqliyyatda, hərbi texnika və gəmilərdə istifadə olunan müxtəlif növ akkumulyatorlar istehsal olunur. Yaxın gələcəkdə bu rəqəmin 3 dəfədən çox artırılması planlaşdırılır. Müdafiə Sənayesi Nazirliyi çap lövhələri də hazırlayır. Bunlar radioelektron vasitələrdə geniş tətbiq olunur. Qurulan müasir avadanlıqlar əsasında mürəkkəb sxemə malik olan çap lövhələrinin istehsalı üçün cəmi 12 saniyə kifayət edir. Çap lövhələri həm hərbi, həm də mülki məhsulların istehsalında istifadə olunur. Zavodumuz 40 qat qədər çap lövhələrinin istehsalına məşğul olur. Müxtəlif ölkələrlə biz əməkdaşlıq edirik. Getdikcə işlərimizi daha böyük səviyyə çatdırırıq və istehsal imkanlarını artırırıq. Azərbaycanın kosmos sənayesinin yaradılmasında da müəyyən işlərimiz var və bunu davam elətdiririk. Zirehli hərbi texnikalar üçün müxtəlif tip ehtiyat hissələrlə yanaşı Azərbaycanın hərbi sənayesi Marador və Marauder tipli zirehli hərbi maşınlar da istehsal edir. Marauder tipli zirehli hərbi döyüş maşınını görürsünüz. Bu zirehli döyüş maşınının əsas xüsusiyyəti ondan ibarətdir ki, aşağısında 10 kiloqrama yaxın partlayıcı maddə partladıqda belə onun heyətinə heç bir zərər toxunmur. Artıq bu hərbi döyüş maşınının seriyalı istehsalına başlanılıb. Müqayisə üçün deyək ki, eyni gücdə partlayış anında Marauderdən fərqli olaraq fərdi minik avtomobili parça-parça olur. Zero! Maşın hal-hazırda hazırdır. İkisi bütün təlim-təhsil sınaqlarından keçib və bu yaxında sifarişçiyə göndəriləcəkdir. Müdafiə Sənaye Nazirliyinin sifarişi olaraq tam şəkildə nəzərə tutulmuş bütün say istehsalı çatdırılacaqdır və heç bir çətinlik olmadan nəzərə tutulmuş illik say Müdafiə Sənaye tərəfindən Müdafiə Nazirliyinə təhvil veriləcəkdir. Marauder, Matador tipli
maşınların istehsalı hələlik yerli tələbat üçün nəzərdə tutulubdur. Sonraki hallarda yəqin ki, başqa dövlətlərə də realizə eləmə imkanlarımız olacaq. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Azərbaycan istehsal olan müdafiə təyinatlı məhsullar artıq beynəlxalq hərbi sərgilərə də çıxarılır. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 2009-cu ilin aprelində Türkiyənin İstanbul şəhərində keçirilən İDEF 2009 adlı 9-cu beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. 463 şirkətin iştirak etdiyi bu sərgidə Azərbaycan 27 adda müdafiə təyinatlı məlumatlar sərgiləyib ki, onların da arasında döyüş sursatları, atıcı silahlar və optik cihazlar olub. Odur ki, Azərbaycan yeni beynəlxalq müdafiə sənayesi sərgilərinə də dəvətlər alıb. Yardaniyanın Aman şəhərində Sofex 2010 beynəlxalq sərgi keçirildi. Həmin sərgidə 34 ölkədən 350 şirkət istifadə edildi. Ancaq 2009-cu ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin İstanbul şəhərində İDEF 2009 beynəlxalq sərgisində iştirak etdik. Orada 27 adda məhsul nümayiş etdirdik. Ancaq Sofex 2010-da biz 55 adda məhsul nümayiş etdirdik. Mən deyim ki, dünyanın inkişaf etmiş ölkələri Azərbaycan müdafiə sənayesində istehsal olunan məhsullara çox böyük maraq göstərdilər. Məhz bunun nəticəsidir ki, həmin deməli sərgi çərçivəsində biz bir sıra dövlətlərlə yeni texnologiyanı və proqramlaşdırılmış avadanlıqların Azərbaycana gətirilməsi istiqamətində həmin şirkətlərlə müqavilə imzaladıq. Eyni zamanda maraq göstərilən şirkətlərə biz məhsullarımızı satmaq üçün niyyət protokolları imzalandı. O niyyət protokoluna görə həmin şirkətlər Azərbaycana gəlməlidir. Həmin məhsulların sınaqları onların iştirakı ilə burada həyata keçirildikdən sonrasına artıq müqavilə bağlanacaq o istiqamət. Biz çalışırıq ki, bütün sərgilərdə iştirak edək. Bütün sərgilərdə iştirak etməyin də əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsullar bütün dünya bütün dünya bilsin ki, Azərbaycanda belə məhsullar istehsal olunur. Və biz onunla göstərmək istəyirik ki, Azərbaycanın hərbi sənaye kompleksi necə inkişaf edir.